Fevralın 28-də və 29-da Almaniyanın paytaxtı Berlində Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşü gözlənilir. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi xəbər yayıb. İrəvan hazırda hansı mövqe nümayiş etdirir və sülhə nə qədər yaxındır? Almaniyanın paytaxtı Berlində Azərbaycanlı həmkarı ilə görüş öncəsi Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan heç də sülhə xidmət etməyən açıqlama ilə çıxış edib. Belə ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali komissarı Volker Türk ilə görüşdə Azərbaycanı yenidən etnik təmizləmə aparmaqda ittiham edib. Mirzoyan həmçinin deyib ki, ölkələrin ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və suverenliyinə hörmət əsasında Ermənistan-Azərbaycan arasında münasibətlər normallaşa bilər. Lakin nədənsə İrəvan praktik tərəfdən bu siyasətinə zidd addımlar atır. Qarabağdan köçən ermənilər bir avazda Ermənistanın siyasi hakimiyyətinin təhriki ilə Qarabağı tərk etdilər. Bu ermənilərin özlərinin planı idi. Yəni Qarabağdan ermənilər çıxır, sonra Azərbaycanın soyqırımda, etnik təmizləmədə ittiham edirlər və bugün də biz bunun əyanı şahidiyik. O mənada əgər günahlandırılmağa tərəf axtarılırsa, bunun ən birinci günahkarı Ermənistan tərəfidir. Hər nə qədər İrəvan bu prinsiplərə sadiq olduğunu desə də, Ermənistan konstitusiyasından tutmuş Fransa və Hindistanla hərbi sazişlərədək bir çox məqam Paşinyan komandasının fərqli məqsədlərindən xəbər verir. Ərazi bütövlüyü və suverenlik mövzusunda da Azərbaycanın 8 kəndinin hələ də işğalda saxlanılması sülhü ləngidən faktorlardandır. Bu günlərdə Paşinyan Azərbaycanı Ermənistana qarşı müharibə başlamaq planında günahlandırdı. Güya biz müharibəyə hazırlaşın. Bu da yenə qərbə mesajdır ki, bizə kömək olun, bizə dəstək olun, bizə silah verin. Bu avantürəyə, bu cür siyasətə Ermənistan son qoymalı. 30 ilin təcrübəsi göstərdi ki, Ermənistan kimə sığınmasına baxmayaraq, hansı havadarına güvənməsinə baxmayaraq Azərbaycan haqq işini tamamladı. Ekspertlərin fikrincə Ermənistanın sülhlə bağlı bəyanatları beynəlxalq ictimaiyyəti aldatmağa hesablanıb. İrəvanın qlobal gücləri regiona çağırması onun bu ritorikada səmimi olmadığını və imitasiya etdiyini açıq-aşkar ortaya qoyur.